Allah Resulü belə buyurur: kim Rəcəb ayının bir gününü oruç tutarsa, Allah Teala ona cənnətdə 1000 otaqlı bir saray bəxş eləyər. Bir otaq üçün gecə gündüz çalışırıq, çaba göstərir ki, bir otağımız olsun, mənzilimiz olsun, orada rahat olaq. Elə deyil. Adam var 30 ildir, evi yoxdur. Çalışır, evi yoxdur. Zəhmət çəkir, evi yoxdur. Amma bir gün Rəcəbdən Allah Resulü buyurur, oruç tutan cənnətdə 1000 otaqlı bir saray Allah onlara bəxş eləyir. Bu fürsəti qaçırmaq insafdan deyil. Bu Rəcəb ayını sadəcə Rəcəb ayını yaşamaq lazımdır. Hər gün bir səhifə Quran oxu, bir nəfəri bağışla, bir yetimin başına sığal çək, bir qəlbi sevindir. Çünki Rəcəb ayı qəlblərin təravət ayıdır. Rəcəb ayı o qədər mübarəkdir, o qədər əzizdir ki, bu ayda bir dua eləyəcəksən, o duaların qəbul olunacaq. Necə Ramazan ayında deyir, nəfəsləriniz təsbihdir, yatmağınız ibadətdir. Rəcəb ayı üçündə məşhur dualar var ki, özümüzü bağışlatdırmaq üçün bir dənə fürsətdir. Məsələn, gün ərzində imkanın varsa, 70 dəfə, o sənin halından asılıdır. Əstəğfirullah, zülcəlali vəl-ikram və ətubu ileyh. Bunu deyin. Və onun da nəticəsini görəcəksiniz bir neçə gündən sonra. Əstəğfirullah, zülcəlali vəl-ikram və ətubu ileyh. Tərcüməsi nədir? Qısa. Cəlal və kəramət sahibi olan Allahdan bağışlanmaq diləyirəm və ona tərəf qayıdıb tövbə eləyirəm. Nə xoş dua, nə gözəl dua. Rəcəb ayında edilən dualar boşa getmir. Bax, dünən rəğaib gecəsi, arzular gecəsi, istəklər gecəsi, məqsədlər gecəsidir. Bəzən mənə müraciət eləyirsiniz. Müraciətdən doğan sual budur. Mən nə qədər dua eləyirəm və mənim duamı Allah qəbul eləmir. Nə qədər yalvarış eləyirəm, Allah mənim yalvarışımı gecikdirir. Niyə görə? Əgər dünən sən rəğaib gecəsini anlayıb dua etsən, mən əminəm ki, Rəcəbin sonuna qədər sənin bütün hacətlərin çatacaq, ələ gələcək. Ramazana deyil, Rəcəb bitəndə istəklərə çatacaqsan. Amma xoş olsun o şəxsin halına ki, onlar dünən bu fürsətdən yararlandılar, istifadə elədilər. O zaman görəcəksiniz ki, Allah Teala nə qədər sizə o lütfünü, mərhəmətini, sevgisini, gözəlliyini Allah sizə bəxş eləyir.